Qubadlımızın igid qəhrəman şəhidi İlqar Əhmədovun anası Leyla xanıma son vəsiyyəti. Döyüşə gedirəm, əlvida ana. Düşmən tapdağında vətən inləyir. Halallıq ver igid İlqar balana. Qubadlıda şəhidlərim gəl deyir. Mənə bir his gəlir, bir duyğu gəlir. Şəhadət qoxusun duyuram, ana. Cənnət qapısını açır üzümə. Gedirəm əbədi uyuyam, ana. Gəlirəm atama xəbər ver, ana. Qaldırsın bayrağı uca zirvəyə. Tək qardaşım vüqarına de gəlsin. Qardaşının tabutuna girməyə. Leyla anamız qürurla, ürək ağrısıyla deyir. Amandır, İlqarım öldü deməyin. İlqar ürəklərdə hər an yaşayır. Ana göz yaşı ilə çiçək sulayır. Mələklər İlqara çiçək daşıyır. Allah İlqar balamızın ruhunu şad eləsin. Allah Leyla bacımıza səbir versin. Amin.